ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn Prezident Donald Trumpa ölkənin raket ehtiyatlarının tükənmək üzrə olduğu və bunun Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları genişləndirmək imkanlarını məhdudlaşdırdığı barədə məlumat verib. Bu barədə Associated Press mənbələri istinadən xəbər yayıb. Agentliyin məlumatına görə Dan Keyn bu məlumatı Trumpa İranla bağlı mümkün hərbi əməliyyat ssenariləri ilə birlikdə təqdim edib. Bundan əvvəl Trump ABŞ-ın İrana qarşı geniş miqyaslı hərbi əməliyyatları bərpa etməməsinin səbəbinin sursat çatışmazlığı olması ilə bağlı iddiaları təqzib etmişdi. The New York Times isə iyulun 25-də yazmışdı ki, Trump raket ehtiyatlarının sürətlə tükənə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən İrana qarşı eskalasiyanı təxirə salıb. Qəzetin məlumatına görə Dan Keyn rəhbərliyə bildirib ki, hərbi əməliyyatlar bərpa olunsa, ABŞ-ın raketdən müdafiə sistemləri üçün nəzərdə tutulan raket ehtiyatları qısa müddətdə tükənə bilər.